Salam, hər birinizi xoş gördük. Bildiyiniz kimi dünən tarixindən etibarən artıq 9-cu siniflər üçün kolleclərə seçim mərhələsi başlayıbdır. Bu baxımından kolleclərə verəcək olan 9-cu sinif şagirdlər, eyni zamanda valideynlər olduqca narahatdılar. Bunun isə səbəbi bu il plan yerlərinin bir xeyli azaldılmasıdır. Ümumi statistikaya baxdığımız zaman görərik ki, 2024-cü ildə əgər 12.315 yer ayrılmışdısa, 2025-ci ildə bu 8.144 nəfər olub. Bu il isə, yəni 2026-cı ildə isə cəmi qəbul olunacaq abituriyentlərin, daha doğrusu 9-cu siniflərin sayı 6210 nəfər olacaq. Ümumilikdə isə həm Rus sektoru, həm Azərbaycan bölməsi üzrə 30.803 nəfər ərizə təsdiqləyib 9-cu siniflərdən və belə görünür ki, bunun 24.698 nəfəri təəssüflər olsun ki, kəsiləcək. Və eyni zamanda bu onu da göstərir ki, mübarizə çox ciddi şəkildə olacaq. Ballar bəli, qalxma ehtimalı çox yüksəkdir. Ona görə də kodlaşma zamanı bir çox şeylərə də diqqət etməniz lazımdır. Bilirsiniz, bu sadəcə 9-cu sinifdir, əşi kollecdir də, nə olsa yazaq bircə düşsün şəklində olmaması lazımdır. Elə ixtisaslar yazmalısınız ki, bir çox 9-cu sinif şagirdləri və eyni zamanda valideynlər düşünürlər ki, sonrası bakalavr olaraq universitetə də gedilsin. Amma artıq vaxt keçdikcə biz onu görürük ki, kodlaşma zamanı subbakalavrların yerləri bir çox hallarda çox az gəlir. Eyni zamanda bəlirli universitetlərdə olur. Bütün universitetlərdə subbakalavr olmur. İstədiyiniz ixtisas, istədiyiniz universitetdə olmur. Bəzən əlinizə sadəcə kollec ixtisası ilə qala bilirsiniz. Ona görə də ixtisaslarınızı elə seçməlisiniz ki, kollec təhsiliniz olsa belə, bu ixtisaslar hər zaman sizin üçün yararlı olsun, cəmiyyət üçün yararlı olsun və eyni zamanda əsas prioritet məsələ o olmalıdır ki, süni intellektin ən son və ən gec girəcəyi bir sahə olsun. Buna görə də mən məsləhət görürəm ki, kompüter elmləri, yəni kompüterin əlaqədə olan şeylərdən maksimum dərəcədə uzaq durun. Bu, eyni şəkildə universitetlərə gedən abituriyentlərə də mən məsləhət görürəm. Yəni, bu ixtisaslardan uzaq durun. Birazdan bu ixtisasları bitirənlərin yaradan çoxu işsiz qalacaqlar. Çünki süni intellekt bir çox işləri artıq həll etməyə başlayır və rəqabət o qədər güclüdür ki, birinci qrup IT arasında, kompüter elmləri, kompüter mühəndisliyi arasında o qədər yüksəkdir ki, o ixtisasa 400 balla qəbul olan da var, 690 balla qəbul olan da var, elə deyil. 690 gəlib sizin yerinizi alacaq. Bunu unutmayın. Ali neftdə oxuyan gəlib, deyək ki, digər, yəni texniki universitetdə oxuyanın yerini alacaq. Ona görə də elə ixtisaslar seçin ki, işləyə biləsiniz. Sadəcə universitet ya da kollec adı ilə bunu eləməyin, sonra əziyyət çəkəcəksiniz. Mən 9-cu siniflərə məsləhət görəcəyim bir sıra ixtisaslar var ki, bu ixtisaslar həm ortalama bal olaraq çox yüksək deyil, eyni zamanda belə deyim və süni intellektin demək olar ki, ən son girəcəyi ixtisaslardandır. Hansıları məsləhət görə bilərəm? Deyək ki, məsələn, tibbi avadanlıqların quraşdırılması ixtisası var. Mənə görə çox qəşəng ixtisasdır. Energetika, elektroenergetika var. Ondan sonra ətraf mühiti mühafizəsi, sənaye avadanlıqlarının quraşdırılması, poliqrafiya istehsalatının texnologiyası, istehlak mallarının ekspertizası, bundan başqa konservləşdirmə və qida konsentrantları texnologiyası, elektrik stansiyası və avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, məişət tullantılarının idarə olunması, alternativ enerji qurğuları, yəni misal üçün mənə görə alternativ kolleclərdə alternativ enerji qurğuları və eyni zamanda tibbi avadanlıqların quraşdırılması və bundan sonra da konservləşdirilmə və qida
konsentrantları texnologiyası ixtisası yəni əla ixtisaslardır. Həqiqətən çox gözəl ixtisaslardır. Ondan sonra inşaat konstruksiyalarının istehsalı, istilik təchizatı avadanlıqları, sanitar texnik qurğuların və qurğuları və istismarı, su təsərrüfatı qurğuları və istismarı, hidromeliorasiya və torpaq mühafizəsi mənə görə kolleclərdə ən yaxşı ixtisaslardandır. Yenə deyirəm, bəlkə və təbii ki, ayrıca bir də tibb məsələsi var ki, orada tibb bacılığı, tibb qardaşlığı kimi ixtisaslar var ki, bunlar tamamilə başqa. Onlar onsuz da müzakirə ya da müqayisə olunacaq deyirlər. Tamam fərqli ixtisaslardır. O ixtisasları seçəcəklər olanlar təbii ki, bu ixtisaslara baxmalılar. Tibb sahəsinə gedəcək olanlar başqa. Amma tibbdən başqa nə yaza bilərəm deyəcək olanlar üçün bu ixtisaslar düşünürəm ki, çox yaxşı ixtisaslardır və onların gələcək yönümlü eyni zamanda. Yəni iş tapmaqda çox da çətinlik çəkməyəcəkləri ixtisaslardır və bu peşəni bitirənlər demək olar ki, daha doğrusu ixtisası bitirənlər demək olar ki, hər yerdə iş tapa biləcək bir potensiala sahib olacaqlar. Amma təbii ki, o peşəyə də düzgün şəkildə, o ixtisasa yaxşı şəkildə olarsınızsa, yəni sahib olarsınızsa, bu sadəcə ixtisası bitirməklə yekunlaşmır məsələ. Sənin nə qədər öz üzərində işləməyinlə əlaqədardır. Bundan başqa deyərdim ki, bu dəqiqə ümumiyyətlə şəxsi bacarıqlar daha ön qabarıq prioritet bir məsələ olubdur. Şəxsi bacarıqlar, sosial münasibətlər, ətrafdakı insanlarla münasibət qurma, empatiya bacarıqları, bunlar ümumiyyətlə bir yerdə işləməniz üçün, hər hansı bir yerdə möhkəmlənməniz üçün çox önəmli vasitələrdir. Bəzən deyirlər ki, danışıq qabiliyyəti olmasa da olar, nəyə lazımdır falan filan, yoldaşlarla yola getməsə də olar, nəyə lazımdır, ixtisası bilməkdir. Elə deyil. Sən çox yaxşı işçi ola bilərsən, işini çox gözəl görə bilərsən. Amma sən yoldaşlarınla münasibət qurma bacarığına sahib deyilsənsə, empatiya qurmaq bacarığına sahib deyilsənsə, yeri gələndə məsuliyyəti üzərinə ala bilmirsənsə, bu tip işçilərlə rəhbərlik çox da işləməyə çalışmır. Ümumiyyətlə rəhbərliklər çalışır ki, komandasındakı insanlar komanda şuuru ilə çalışmağa uyğun olsunlar. Birgə işləməyə bacarsınlar. Çünki komanda ilə birgə işləməkdəki o ortaya çıxan məhsul daha keyfiyyətli və eyni zamanda qısa zaman dilimində ortaya çıxır. Nəinki bir insanın tək halda işlədiyi zaman ortaya qoyduğu məhsul. Sən tək halda ortaya qoyduğun məhsulu başqalarınla məsləhətləşmədiyinə görə oradakı əksikliklər də çox ola bilər. Amma sən bunu başqaları ilə məsləhətləşdiyin zaman, onlarla fikir mübadiləsi apardığın zaman sənin xətaların daha az olacaq. Dolayısıyla da rəhbərliklər hər zaman istəyirlər ki, bu cür insanlarla çalışsınlar ki, onların şirkətləri, təşkilatları daha yaxşı inkişaf eləsin. Eləcə də 9-cu sinif şagirdləri də məhz ixtisaslarını seçdikləri zaman bu kimi bacarıqları da özlərində formalaşdırmaları lazımdır bitirənə qədər. Digər bir məsələ, valideynlər ən çox məndən soruşurlar ki, bəs 9 illik bitirdikdən sonra çox rahat bir şəkildə bu ixtisasını universitetdə də oxuya bilərmi? Açığı deyim ki, kolleclərdə olan ixtisasların eynisi bir çox hallarda universitetlərdə olmur. Bəs necə olur? Sən hansı fakültəni bitirmisənsə, seçim zamanı sənin universitetdə seçəcəyin ixtisasları qarşıva qoyurlar. Yəni deyək ki, sən poliqrafiya istehsalatının texnologiyasını əgər oxumusansa kollecdə, sənin seçə biləcəyin universitetdəki ixtisaslar artıq sənin qarşına qoyulur. Sən onlar içərisində seçim edə bilərsən. Başqa digər ixtisaslar, istədiyin ixtisası seçə bilməzsən. Bu bir. İkincisi, ümumiyyətlə bu dəqiqə cari il abituriyentləri universitet seçimlərini çox etdiklərinə görə, yəni daha çox yönəldiklərinə görə, subbakalavrların qəbulu yer verilməsi azaldılıbdır. Dolayısıyla da sənin ortalama balın gərək o qədər yüksək olsun ki,
Çünki bir çox subbakalavrlar artıq istəyirlər ki, təhsillərini universitetdə davam elətdirsinlər və bu zaman seçim orada artıq kəskinləşir. Çalışmalısan ki, ortalama balın bu 3 il ərzində, 4 il ərzində ortalama balın 90 balın üzəri olsun ki, düzdür, 80-85-dən üstündə olanda sənin şansın olur. Amma 50-yə 50. Amma 90 plus olanda sən artıq bir növ işini qarantılamış olursan və şansın artır. Çalışın ki, kollec dönəmində belə peşənizə, ixtisasınıza yaxşı sahib olasınız. İmtahanları yüksək nəticələrlə verəsiniz ki, sizin ortalamanız yaxşı olsun. Ortalamanız yaxşı olduğu zaman, o zaman universitet seçimi də sizin üçün o qədər çətin olmayacaq. Amma ortalamanız aşağı olarsa, universitet sizin üçün çətin olacaq. Yenə deyirəm, çünki bəs qədər, yetəri qədər cari il məzunları universitetlərə verirlər. Kollec, subbakalavrlar üçün, yəni universitet çox da maraqlı olmaya bilir də. Bir də yenə də əksər, yəni subbakalavrlara yer verən çox az universitet var. Siz, mən bitirən kimi həmən gedib, nə bilim, ADA-da oxuyacağım, balım yüksək olacaq, həmən gedib iqtisadiyyatda oxuyacağım, həmən gedib filan yerdə oxuyacağım, UFAZ-da oxuyacağım deyə bilmirsiniz. Bəlirli universitetlərdən bəlirli fakültələr seçə bilirsiniz. Ona görə də bir daha təkrar edirəm, peşənizi seçdiyiniz zaman, ixtisasınızı seçdiyiniz zaman fakültələrə diqqət edin. Qəbul olduqdan sonra da ortalamanız yüksək olsun. Bunlara mütləq diqqət edin. Bir də bir valideyn mənə müraciətlə soruşmuşdu ki, deyək ki, biz seçmişik, kolleci seçdik və qəbulda olduq. Amma qəbul olandan sonra qərar verdik ki, yox, biz istəmirik və növbəti 10-cu sinifimizi davam elətdirmək istəyirik. Bu mümkündürmü? Bəli, mümkündür. Seçmişsiniz, amma getmək istəmirsiniz. Siz növbəti il artıq 10-cu sinifdən yenə də məktəbinizə davam edə bilərsiniz. Amma əgər seçmişsiniz, qəbul etmişsiniz və sənədlərinizi orta məktəbdən götürüb artıq kollecə vermişsinizsə, burada artıq sizin üçün problem yarana bilər. Ona görə də mütləq diqqətli olun və əmin deyilsinizsə sənədlərinizi məktəbdən götürməyin. Seçim dönəmində hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, doğru qərar verər və gələcəkdə də bunun nəticəsini, bəhrəsini ən gözəl şəkildə görərsiniz. Hər birinizə uğurlar.